Mövzumuz inşallah bu 10 gecədə silsiləvari çıxışımız adı ilə tanış edirəm sizləri. Vəhyin mühüm vəsiyyəti belə bir çıxışa başlayıram inşallah. Allahdan kömək istəyirəm, siz dəyərli qardaşlarımdan, dəyərli bacılarımdan dua istəyirəm ki, bu mövzunun haqqını əda eləyə bilim. Vəhyin mühüm vəsiyyəti bu ad inşallah gündə ki çıxış eləyəcəm 10 gecə, nəsib olsa əgər, ad bəlli olacaq, şəffaflaşacaq, nəyə toxunuruq, mühüm vəsiyyət nədən ibarətdir. Amma inşallah bu gecədən çıxışıma belə başlayıram. Ümumiyyətlə, vəhyə ehtiyac varmı? Ümumiyyətlə, vəhyə ehtiyac varmı? Əvvəla belə bir sual verək, vəhiy nədir? Qısa olaraq bunu deyim ki, vəhiy mənəvi səmalardan gələn Yaradanın, Xaliqin, Rəbbin buyruqları, göstərişləri, fərmanları. Buna deyirlər vəhiy. Sual çıxır ki, ağıl olan yerdə bu buyruqlara ehtiyac varmı? Ağıl kifayət eləmir. Ağıl varsa vəhyə nə ehtiyac? Belə bir sual. İnşallah düşünə-düşünə mən çıxış edeyim. Siz də mənə diqqətiniz məndə olsun. Siz düşünün, mən danışım. Birlikdə inşallah üstəyə, hastası da Kərbəlaya. Ağıl olan yerdə buyruqlara nə ehtiyac? Ümumiyyətlə, vəhyə, nübüvvətə, yəni peyğəmbərlərə nə qədər ehtiyac var? Bu mövzu haqqında düşünmüsünüz, yoxsa düşünməmisiniz? Mən Beysətdən Zühura adlı bir çıxışım olub 10 gecə. 2020-ci il. İnşallah müraciət edə bilərsiniz. Geniş danışmışam. Beysət, nübüvvət, risalət, vəhyə ehtiyac varmı? İnşallah orada geniş danışmışam. Ora müraciət edə bilərsiniz. Vəhiysiz, nəbisiz, rəsulsuz dünyanın mənası nədir? Nəzər alın ki, dünya var, vəhiy yoxdur, nübüvvət yoxdur, nəbi yoxdur, rəsul yoxdur. Elə bil Allah bütün aləmi yaradıb, sanki bəşəriyyəti başlı başına buraxıb. Deyir, öz başına çarə qılır. Elə bir peşəkar bir insansan, bir sənətkarsan bir sahədə, öyrətməmsən heç nə, amma deyirsən, niyə bacarmırsan bu işi? Sanki belə bir bənzətmədir də. Sanki bəşəriyyəti Allah başlı başına buraxıb, əgər peyğəmbər olmasa, nəbi olmasa. Və başlı başına buraxıb deyir, öz səadət proqramını özün tərtib elə. Gəl mənə tərəf. Necə gəlim? Nə cür gəlim demir. Getmirsən başqa ölkəyə, bir nəfər sənə qonaq çağırıb. İndi düşmüsən aeroportdan, zəng edirsən, götürmür. Yolu bilmirsən, evin tanımırsan, hansı şəhərdə qalır bilmirsən, qalmırsan belə. Yığırsan da düşə bilmirsən. Sonra da qayıdırsan evə, təzədən axır yığırsan, düşürsən, o deyir, niyə gəlmədin? Deyirsən, axı, mən sənə yolu demədin, sən mənə yol demədin, başa salmadın, mən qərib ölkə, mən orada neyniyəydim? Deyir, tapaydın da bir tər. Deyir, axı, necə? Heç şəhərin adını deməmsən mənə. Yolu da başa salmamısan mənə. Zəng edirəm, götürməmsən. Bələdçi də göndərməmsən. Belə deyir, bir konum deyirlər də, hə? Heç onu da göndərməmsən mənə ki, onu ilə gəlim yolu tapım, yerimi tapım. Səni tapım. Bax, mən necə gələydim? Dünya sanki belə. Allah bəşəri yaradıb, nə peyğəmbər göndərib, nə imam göndərir, nə vəhiy göndərir. Bəşəri başlı başına buraxıb. Yəni, bu qədər mehriban, rəhimli Allah belə bir ögey münasibət bəsləyir məxluqa qarşı. Və bəşər deyir ki, bax, sən niyə belə elədin mənə? Mövzular və bunlar da sizə inşallah şəffaflaşacaq. Ağıl kifayət edirmi? Bəli, ağıl böyük neymətdir. Bunu danmaq olmaz. Ağıl doğrudan böyük neymətdir. Özünə xas əhəmiyyəti var, rolu var. Məsələ buna görə də Quran-ı Kərim dəfələrlə bizlərə nə deyir? Əfəla təqilun. Niyə düşünmürsünüz? Ləalləkum təqilun. Ümid edirəm, ağlı işə salarsınız, Allah deyir. Ləalləkum. Ümid var ki, ağlı işə salarsınız. Allah Quran-ı Kərimi vərəqləyin, fətu. Neçə yerə deyir, dəlil gətirin, burhan gətirin, sübut gətirin. Ağlı Allah işə salır.
Quranın bir xüsusiyyəti də budur, insanın əqlini işə salır. Allah istəyir insan əqlini işə salsın. Və Quran-ı Kərimdə ağılla bağlı müxtəlif kəlmələr var. Bu da yaxşı mövzudur əslində. Mənim mövzum vəhidir. Məcbur girmişəm bu mövzulara ya. Orada da vəhyin mühüm vəsiyyətindən danışacağım sizə. Vəhyin mühüm vəsiyyəti. Mövzu get-gedə şəffaflaşacaq. Ağlın bir adı Quran-ı Kərimdə İnnə fī zəlikə ləayatin liulin nuha. Nuhadır. Nuha yəni nə? Nəhy edən, insanı çəkindirən. Nuha yəni insan özünə yox deməyi bacarır. Allah ki ağlı verir insana, insan özünə yox deyir, yox deməyi bacarır. Yalnız insan ona buna yox deməməlidir, özünə də yox deməyi bacarmalıdır. İnsan özünə yox deməyi bacarmalıdır, bu olmaz. Ulun nuha, Allah ağıl verir, bunu eləmə, olmaz. Ağlın bir tərifi budur Quranda. Və mə yəzzəkkir illə ulul əlbab. Allah Quranda danışır, ağıldan söhbət açarkən ona əlbab deyir, lub kəlməsi. Lub bir meyvə nəzərə alın, böyük bir meyvə, onun tumu olar. Qabığını vurarsa içindəki çıxar, ona deyərlər lub. Qabıq zahirdir, onun içindəki nədir? Batindir. Göz zahiri görür, ağıl dərin mövzuları dərk edir. Allah istəyir ağıldan belə söhbət açsın. Yəni sən yalnız gördüklərini yox, gördün, məsələnin bir dərinliyinə də get, içinə də var, batinini də gör, düşün. Bir məsələ çıxdı qabağıma, bunun keçmişinə bax, bunun gələcəyini fikirləş. Mən sənə ağıl vermişəm. Mövzunu dərinləşdir. Yalnız qabığı görmə, zahiri görmə, batini də gör, dərinliyə var. Axı sənə ağıl vermişəm. Təkcə göz verməmişəm ki, zahirə baxasan, ağıl da vermişəm ki, batinə baxasan, dərinlikləri düşünəsən. İnsan bəzi vaxtlar ağıllından o qədər istifadə eləmir, gözü ilə kifayətlənir. Maraqlıdır. Hər şeylə görüm, bir gördün, düşün. Hər şeyi buna desinlər, oturub fikirləşməsə çıxartmır. Allah ağıl verib bizə. Hesab kitab var bu ağlın. Hər bir mövzunu elə eşitdim, yox. Allah əqil kimi, ağıl kimi bir senzura verib. Deyib, vur ağlıva, ondan sonra nəticə çıxar. Hər gördüyünü ötürmə ruhuva. Hər eşitdiyini ötürmə ruhuva. Ağıl vermişəm sənə, bir orada dayansın. Nöqtə qoymuşam da sənə, sərhəd çəksin. Ağıl böyük neymətdir. Ağılın adlarıdır Quranda. Bu gözlə Quranı araşdıra bilərsiniz. Bir dənə bir mövzu açıram sizə. Ağıl Quranda. Belə bir mövzu üstə işləmək olar. Mən biraz yazılarım var, mövzum o deyil, ona görə çox atmayacağım. Ağlın digər adı həl fi zəlikə qəsəmun lizi hicr. Hicrdir. Hicr yəni mane olan. Ağıl insana mane olur. Deyir, bu yanlış yolda getmə. Yaxşı yola getmirsən. Ziyan çəkərsən. Ağlın belə xüsusiyyətləri var. Ağıl sanki bütün əzaların ipini alır ələ. Qulaq assalar əgər. Çünki belə də deyil ki, hər nə dedi əməl eləsinlər. Göz çıxır əqlin itaətindən. Ağlı bizi bənzətsəm həkimə bənzəyir. Görürsən, həkimə gəlsən, həkim deyib, bunu etmə ziyanı var. Məsələn, bu sənə xeyirlidir. Amma resepti alandan sonra əlinə, insan ya birazını əməl eləyir, ya tam əməl eləmir. Düzdür? Ağıl da elədir. Məsələn, gözə deyir ki, bura bax, qulağa deyir, eşitmə, deyir, danış, dilə. Ağıl insanın vücudunda sanki bir imam rolunu oynayır. İstiqamət verir. Necə imamın itaətindən çıxmaq insan çıxa bilir? İnsanın içində bir imam var, ağıl kimi imam, çıxa bilir də itaətindən. Nəfsi də var axı, toqquşur. Hətta bir həddən sonra ağıl bəzi vaxtlar gəlir, olur nəfsin qulu. Gör, hardan tənəzzül edir. İnsanın vücudunda bəzi vaxtlar elə bir təlatüm baş verir ki, elə bir tənəzzül baş verir ki, ağıl kimi bir neymət nəfsin nökərinə çevrilir. Allah uzaq eləsin. Daha nəfs istiqamət verir. Gözə, dilə, qulağa, qəlbə, çıxıb da idarəçilikdən. Bu vücud belə bir hala düşüb, təəssüflər olsun. Amma ağıl böyük neymətdir. Bəli, qəbul edirəm. Qəbul edirik daha doğrusu. Bu ağlın insan təkamülündə əhəmiyyətli rolu var. İnsanın təkamülündə çox əhəmiyyətli rolu var. Danmaq olmaz bunu. Amma kafi deyil. Ağıl kifayət edəmir. Ağıl tək tənha insanı xoşbəxt edə bilməz. Ağıl tək tənha bəşəriyyətə nicat və qurtuluş verə bilməz. Bütün problemləri həll etmək qüdrətinə malik deyil. Bütün düyünləri aça bilmir.
bütün ixtilafların öhdəsindən gələ bilmir. Yalnız insan deyə ki, mən kifayət edirəm yer üzündə, Allaha ehtiyac yoxdur. Belə bir fikrin nəticəsi müasir dünyamızdır. Dünyanın vəziyyəti. Dünyanın vəziyyəti. Dünyada amma get-gedə anlayır. Başa düşür ki, yox. İnsanın yaratdığı bu düzən insanları xoşbəxt edə bilmir. Anlayır bunu. Özü praktik olaraq anlayır. Ərbəyin bunun bariz nümunəsidir. Yəni milyonlarla insan sanki vəhyə üst tutur. Tohidə üst tutur. Sanki İmam Hüseynə tərəf getməklə anlayır ki, tək ağıl, insanın naqis ağlı dünyanı xoşbəxt edə bilmir. Bizim Allah vəlisinə ehtiyacımız var, imama ehtiyacımız var, Rəbbə ehtiyacımız var. Onun buyruqlarına ehtiyacımız var. Ona görə milyonlarla insan axın edir. Görün İmam Hüseyn ağa neyinir ha? Dünyanı necə üzərində işk edir. İmam Hüseyn ağa indi deyəsən ölüdür, yox. Gör İmam Hüseyn ağa nə işlər görür valla. Nə qədər dərk düşünürsən bu mövzu haqqında, içində qərq olursan, batırsan içində bu mövzudan, anlaya bilmirsən. İmam Hüseyn kimdir? Zaman ötdükcə İmam Hüseyn şərh olur. Zamanlar ötəcək, amma İmam Hüseynin şərhi üçün azdır. Bütün illər gələcək, keçəcək, Hüseyn əleyhissalam şərh olacaq və şərh olacaq, amma Hüseyn dünyanın özündən böyükdir. O qələmlər Quranda var ha. Ağaclar qələm olsa, dəryalar mürəkkəb olsa, Hüseyn əleyhissalamı şərh eləyib bitirə bilməyəcək. Çünki Allahın yer üzündə xəlifəsidir. Əsmaullahın, Allah adlarının yer üzündə təcəllisidir. Bitmir, qutarmır da. Nə qədər xətiblərə, bax danışırıq da, illərdir danışırıq, görürsünüz də. Bitmir də bu. İmam Hüseyn bitmir. Allahu Ekber. Qutarmır da. Bundan sonra danışacaqlar. Buna qədər də danışırlar. Nə qədər müxtəlif mövzular. Bir də nə siz araşdırmalara baxın, İmam Hüseynlə bağlı araşdırmalara nə qədər mövzular var ilahi və Rəbb. Nə qədər mövzular var. İmam Hüseyn belə bir şəxsiyyətdir. Bəli, bugünkü müasir dünyanın vəziyyəti də bunu göstərir ki, ağıl, insan, dünyanı bu mənada Rəbdən ayrılmış bir insan, qopmuş bir insan dünyanı xilas edə bilməz. Dünyanı xoşbəxt edə bilməz. Ağıl tək tənha dünya adlı vadidə sərgərdan olar. Ağıl tək tənha qalsa. Dünya adlı vadidə sərgərdan olar. Azar, itər. Sanki az yaşlı uşaqdır, qarışıq bir yerdə anasını itirib. Adamların çox olduğu yerdə anasını itirib. Ağılı bənzədək belə. Bu qədər elm inkişaf edir. Amma misallar çəkirəm də, elm bu qədər inkişaf edib, tibb bu qədər inkişaf edib. Amma tibbin insan orqanizminə bağlı bilmədikləri nə qədər? Yaşadığımız dünyada nə qədər həll olmayan mövzular, nə qədər suallar, həllini tapmayıb. Amma insan hələ bu fizioloji bədəndən danışıram, biyoloji bədəndən danışıram ki, nə qədər mövzular var, tibb belə tapa bilməyib. Bəzi dərdlərin dərmanını bilmir. Amma insan yalnız bu biyoloji, fizioloji bədəndən ibarət deyil ki, insanın bir həqiqəti var, ruhu. İnsanın azı bu bədəndir, çoxu var bunun. İnsanın azı bu bədəndir, çoxu var bunun, ruh. Həqiqət var, o dərin, əbədi, ölməz, həmişə var olan ruh. Hələ bu azı həll eləyə bilməyib bəşər. Bu çoxu necə həll edəcək? Hələ də araşdırır insanı, bu fizioloji bədənini. Hələ bunu araşdırır, bu azı. Çoxu bunun ruhudur. Bu ruhun dərinlikləri var, həqiqətləri var. Bu ruh həmişə həydir, bu ruh həmişə var olacaq. Və bunu necə araşdırıb tapacaq ki? İnsan yalnız bədəndən ibarət deyil, insan ruhu var, həqiqəti var. Xilqətdə, yəni yaradılış, yalnız bu maddi dünyadan ibarət deyil. Qərb dünya təfəkküründə belədir. Xilqət bərabərdir maddi dünya. Materiya aləm bitdi, bu qədər. Amma Quran belə baxmır məsələyə. Həqiqət bundan ibarət deyil. Məhz elə həmən ağıl bizə deyir ki, vəhiyyə ehtiyac var. Mən tək tənha sən əlindən tutub apara çatdıra bilməyəcəm bir yerə. Yaradan daha yaxşı bilir bəşərin nəyə ehtiyacı var.
necə təmin eləməlidir onu. Görürsən, nəsə bir zavodda nəsə buraxırlar, onu yaradan, onu belə deyək, istehsal edən bir nəsə yazır da, deyir, bu cür nə işlənir, belə söz xarab olacaq, belə işlətməlisiniz. O daha dəqiq bilir də. İndi biganə heç onunla əlaqəsi olmayan gələ deyək ki, yox, belə işlətsək daha yaxşı olar. Xarab eləyər, qoyardı onu. Allah da insanı yaradır, bilir ki, nə lazımdır. İnsanın dərin isteklərini bilir, ehtiyacını bilir. İnsanı gözəl tanıyır Rəbbimiz. Və ağıl özü deyir ki, vəhyə ehtiyac var. Bu ağlın bir nöqsan tərəfi ki, yəni bir həddə qədər gedir, bir həddən sonra deyir, yox, mənlik deyil. Məsələn, ağıl deyə bilər mənə ki, səni yaradana şükür eləməlisən. Amma necə? Deyir, da o mənlikdir, o gəlir vəhiy sənə desin ki, belə, belə, belə. Yəni, bunu bacarmaram. Orada dayanır. Bu bir ağlın nöqsan tərəfi. İkinci tərəf nədir? İkinci tərəf bundan ibarətdir ki, ağıl deyir bəzi mövzuları. Amma deyir, məsələn, belə eləməlisən, belə olmalıdır. Amma bir həddən sonra insan görsən, bilir, amma icra eləmir. Görsən, ağıl tək insanı xoşbəxt eləyəmir. Çünki bəzi şeyləri dərk edir, o da bəzi şeyləri. O da insana deyir, bu kifayət eləmir insan xoşbəxt olsun. İnsan xoşbəxtliyi üçün yalnız bilgi kifayət eləmir. Əqlin dərki kifayət eləmir. Dərk kifayət eləmir. Bu dərklə yanaşı, Quran bir dənə də bir termin qoyub ortaya. O da budur, təskiyə. Özü paklamalısan. Yuallimuhumul kitabə vəl hikmə və yüzəkkihim. Peyğəmbər gəldi həm təlim, tərbiyə, təskiyə. Bu təlim, təskiyə ilə sən xoşbəxt olacaqsan. Ağıl mənə dərk edir, deyir, bu yaxşıdır, bu pisdir. Amma bu demək deyil, hər dərk etdiyini də eləyəcəksən. İnsan 100% bildiyini bəzi vaxt eləmir. 100% bilir bu bunun ziyanlıdır, amma neynəmir, çəkinmir. Ona görə bəzi sözlər ki var, suallar ki çıxır. Necə ola bilər? Qədir Xumda 100 min insan, 100 mindən çox insan Əmirül-Möminin haqq olduğunu bildi, amma difa eləmədi. Bunun üçün insan gələk insanşünaslıq mövzularına baxsın, müraciət eləsin. Bu adi bir haldır. Bugünkü dünyamızda da belədir. Nə qədər insanlar çox şeyləri bilir, amma icra eləmir. Bilgi kifayət eləmir. Ağlın dərki kifayət eləmir. İcra məqamı var. Onu icra eləmir. Ona görə insan gəlib təəccüb eləməz. Bu necə olur? Olur. Yəni, insan özündən necə olur? Çox şeylər bilirik, bəzi vaxtlar büdürləyirik. Bu biraz açın bu mövzunu sizə. İnşallah Allahın lütfü inayəti ilə. Xeyirli mövzudur. Bilgi ilə bağlı, elmlə bağlı. Elmi mövzuları dinləməkdə, qulaq asmaqda, bu mövzuda sən muxtarsan, ixtiyar sahibisən. Mən danışıram. İstəyərsən televiziyanı saxlayacaqsan, qulaq asmayacaqsan mənə. İxtiyar var da səndə. İstəyirsən necəsən? Qulaq asacaqsan. Mən söhbət edirəm. Ya mənə istəyirsən qulaq as, ya söndür. Bu mənada muxtarsan. İxtiyarın var. Düzdür? Bir nəsiyyət edir. İxtiyarlı insansan. İstəyirsən nəsiyyətinə qulaq as, istəyirsən qulaq asma. Çıx get. Sən ixtiyarın var. Bura qədər ixtiyarın var. Amma elə ki mübtəda xəbər öz yerini tutdu, sən dinlədin. Mövzu şəffaflaşdı. Mövzu daha bəlli oldu sənə. Daha mövzunu anlayıb anlamamaqda muxtar deyilsən. 2 üstə gəl ki, 4 eləyir. Da qutardı getdi. Burada sənin ixtiyarın yoxdur. İxtiyar anlayışı burada itdi. Hə, qulaq asmayana qədər ixtiyarın vardı. Qulaq asa da bilərsən, asmaya da bilərsən. Amma elə ki eşitdin, anladın. Anlamaqda da ixtiyar anlayışı itdi. Burada muxtar deyilsən. Biraz elmi mövzudur, amma eşidin, bu mövzu sizə lazımdır. İndi pillə-pillə gedir amma. Bunu anlamaqda da sən ixtiyarın yoxdur. 2 üstə gəl ki, 4 eləyir. Mən bunu anlamaq istəmirəm. Necə anlamaq istəmirəm? Bu 4 eləyir. Necə anlamaq istəmirsən? Bu proses birbaşa gedir. Da burada sənin ixtiyar anlayışın yoxdur. Burada muxtar deyilsən bu prosesdə. Buna qədər qulaq asmasaydın özün bilərdin. Söndürərdin, qulaq asmazdın. Da qulaq astın, anladın. Da anlayıb anlamamaqda şəffaf bir şey sən muxtar deyilsən. Dəlil, baxın, qəşəng söz deyim. Dəlil, sübut, gün kimi aydın oldu. Su kimi şəffaf oldu. Belə olduğu təqdirdə mən anlamaq istəmirəm. Belə söz deyə bilməz. Mən anlamaq istəmirəm. Misal çəkeyim. Elə bir çıraq yandı. Gözüvəl açmamısan. Çıraq yanır, gözün bağlıdır. Burada ixtiyarın var. Aça da bilərsən gözü, açmaya da bilərsən. Yumdum, açdım, ixtiyarın var. Amma elə ki açdın,
Açandan sonra, gözümü açandan sonra nuru görmək istəmirəm. Yəni gözünü açmısan, baxırsan. Necə istəmirəm? Daha gördün. Burada ixtiyar yoxdur. Bu proses birbaşa gedir. Bu elm mövzusu belədir. 2 üstə gəlir ki, 4 edir. Mən bunu anlamaq istəmirəm. Budur. Qulaq asmaya bilərdin. Orada ixtiyarın var. Bu prosesdə sənin ixtiyar anlayışın idi. Amma elm mövzusu belədir. İman mövzusu belədir. Ola bilər bir şey 100% anlayırsan, inanmıram. Burada mümkündür. Görür 100% ağdır ya, deyir qaradır. Belə adamlar görmüşdür həyatda. Quran da deyir, cahədu biha isteyqənətə ənfusum. 100% bildilər haqqı, amma iman gətirmədilər. İmanda ixtiyar anlayışı var. Anlamaqda o itir. İmanda ixtiyar anlayışı var. Bu nə açdım? Ona görə Qədir Xumda 100 mindən çox ki, insan yığışırdı bir yerə. Əmirül-Möminin haqq olduğunu gördü. Amma indi ona iman gətirmək, orada ixtiyarları var. İstəyirlər gətirirlər, istəyirlər gətirmirlər. 1000 dənə bəhanə gətirir. Əmirül-Möminin dediyi, indi bunları danışacağam. Dedi, sən oradaydın da, yadıma gəlir, Qədir Xumda Peyğəmbər əlimi qaldırdı, dedi, ya mən kuntum mövla, fəhada əliyyum mövla. Oradaydın. Deyir, oradaydım, yadımdan çıxıb. Əmirül-Möminin nifrin eləyib. Xəstəliyə tutuldu o adam. İnşallah çatacağım o mövzulara. Bəlli olacaq mövzulara. Elm mövzusu zəruri gedir prosesdə. Orada anlamamaq, ixtiyar, amma iman mövzusunda sənin ixtiyar anlayışın var. Ola bilər anladığın heç inanmırsan da. Deyirsə, inanmır. Yəni, dəlil sübut hələ qəlbimlə əqd qurmayıb. Ağıl qəlblə vəhdətləşməyib. Dəlil sübut qəlblə əqd qura bilsə, əqidəyə çevrilir. Bəli, ağıl böyük neymətdir. Çox şeyləri anlayır, dərk edir. Amma inanmaq üçün bir qəlb lazımdır. O başqa prosesdir. Orada sənə Allah ixtiyarlı qərar verib. İnna hədeynahu səbil, imma şakirən və imma kəfura. Biz sizə yolu göstərmişik. İstəyirsiniz şakir olun, istəyirsiniz küfr edin. Orada ixtiyarınız var. Ağlı biraz açıram sizə. Ağıl neymətdir, miftahdır, açardır ağıl. Din, vəhiy, məarif qapısını açır üzümüzə. İmam Rıza aleyhissalamla bağlıdır, deyir. Gəldilər, ağacan, iddialar çoxdur, hələ bir şey deyib. Biz neyiniyək? İmam Rıza dedi, Allah sana ağıl verir. Ağıl həqiqətin açarıdır. Amma təkcə açar deyil, eyni zamanda misbahdır. Şəffaflaşdırır. Bəzi mövzuları aydınlaşdırır bizə, bu çıraq kimi. Çıraq kimi. Bəli, ağılın dində rolu var. Amma din yalnız ağıldan ibarətdir. Ağıl, vəhiy və hədis. Bunlar üçü birləşir. Peyğəmbərlərin, imamların sözü 1, Quran-ı Kərimin ayələri bu 2, yəni vəhiy. 3 ağıl. Bunlar üçü bir yerdə olur din. Din yalnız Quran deyil. Öyrəşib bəzi adamlar, bir dənə söz deyən kimi, mənə Qurandan ayədir. Ayə deməsən qəbul edilmirəm. Xeyr ola. Din yalnız Qurandır. Din yalnız Quran deyil ki. Ümumiyyətlə, bir dənə sən mənə ayə dinən görüm hələ ki, Quranda belə bir ayə varmı ki, hər hansı bir mövzu yalnız ayə gətirməz. Bir dənə belə ayə çıxart görüyor ortaya. Bütün mövzuda ayə deməz. Harada yazılır belə ayə? Quran özü deyib, Peyğəmbərə müraciət edeyim. Ma atakumur rasul fəhuzuh. Ətiyullah və ətiyur rasul və ul-əmr. Peyğəmbərə, imama Allah'a itaat edin. Peyğəmbərin sözünü qəbul edin. Bəzi insanlar, ümumiyyətlə bir dənə sizə maraqlı bir söz də deyim də. Bəzi insanlar öz istəkləri ilə dini qəbul edirlər. Allahın göndərdiyi dinə iman gətirməyiblər. Özlərinin xoşladığı bir din var, ona iman gətiriblər. Öz sevdikləri din. Nə sərf edir, o cürlə danışırlar. Bəli, nəticə alırıq. Ağıl insan üçün 2 cəhətdən kafi deyil. 1, hər mövzunu dərk edə bilmir. 2, insanın əqli hər şeyi dərk etdi, belə deyil insan o icra eləyəcək. Bu 2. Belə deyil ki, hər bir insan elə Peyğəmbərin zamanında yaşadı, əqli dərk etdi, gördü ki, Peyğəmbərdir, yaxşı insanların yanında oturdu, durdu, eşitdi, gördü, mütləq yaxşı insan olacaq. Belə deyil. Belə deyil ki, Peyğəmbərin yanında zamanında yaşayan bütün səhabələr hamısı daha müsbət idi. Onların içində Peyğəmbərlə üzbözdü yanan olmadı. Niyə?
Peyğəmbərin yanında oldusa mütləq sən gələk adil insan olmalısan, mütləq mömin olmalısan. Niyə? Necə Nuhun evindən oğlu çıxdı elə? Niyə Peyğəmbərin yanından çıxmasın belə? Heç Quran deyir ki bunu. Quran deyir bəzi Peyğəmbərlə görüşən sahabələr vardı, nifaq əhli idi. Yaxşılar istisna. Münafiqin surəsinin əvvəl ayələrinə baxın. Quranda münafiqlərlə bağlı 300-ə yaxın ayə var, onlara baxın. O münafiqlər kim nə deyirlər? Deyirlər benim küfr əhliyik. Gəl Peyğəmbərə deyirlər biz səndənik. Quranda nə qədər ayə var bu haqda? Cəhalət və zəlalət xütbələrinə müraciət edə bilərsiniz. Keçən il nə qədər sahabələr vardı ki, onlardan Quran deyir ki, Peyğəmbəri qoydular, qaçdılar. Peyğəmbərin həyatı yoldaşına qarşı lazım olmayan sözü dedilər. Peyğəmbərə gəldilər, yalana da biz iman gətirmişik. Nə qədər belə mövzular var. Bəli. Belə deyil, hər Peyğəmbəri görən, hər imamla yaşayan elə yaxşı insan olacaq. Yox. İmamların da yanında belə idi. Bəzi insanlar var, imamla otururdular amma islah olmurdular. Bir nəfər imama xəbər göndərdi, Əmirül Mömininə. Deyirlər, həmişə dərdi olsaydı ağaya deyərmiş. O da kömək eləyərmiş. Başqasına demirmiş. İmam biraz çox göndərdi. Onun yanında İmam Əleyhisselamın yanında bir nəfər vardı. Qayıtdı, dedi, niyə o qədər göndərsən? Az göndərsəydin olmazdı. Biraz içi yaxşı deyildi, qaraydı da içi. Bəzi insanlar belə də qoymaz kimsə Allahın yolunda yaxşılıq eləsin. Deyirlər, Zübeyri oğlu olmasaydı, Zübeyir hidayət olardı. Amma deyirlər, Təlhə olmasaydı, oğlu hidayət olardı. Təlhə oğluna mane oldu. Zübeyrin oğlu Zübeyrə mane oldu. Bəzi vaxt insanın yanında belə insanlar olur. İstəyir dinə yaxşılıq eləsin, eləməklə sənə qalıb, elə sənə düşüb, lazım deyil, özün belə olarsan, elə olarsan. Bu da gəldi Əleyhisselama qayıtdı ki, Əleyhisselam yanındadır ya, görür Əmirül Möminin. Qayıtdı ki, niyə ona çox edirsən, eləmədi. Əmirül Mömin bir kəlmə dedi, la kəssərəllah fil mömininə misləkə. Allah sənin kimlərin sayını çox eləməsin. Mən xərcləyəcəm, sən xəstə edirsən. Ümumiyyətlə, belə insanlar bir necə var. Görürsən, bəzi imkanların yanında belə adamlar olur. O imkanlı kiməsə yaxşılıq eləmək istəyəndə fəqirə. Bu, onun gör pulunun qədrini bilir. Çox xərcləyirsən ha. Özünü amma mindəyəm, ondan artıq xərclətdirir. Doğrudan onun pulunun qədrini bilsə, özünü niyə xərclətdirirsən? Onlar özləri yaxşı eləməyini istəyən insanlardır. Əmirül Mömin, la kəssərəllah. Allah sənin kimlərin sayını çox eləməsin. Peyğəmbərin yanında olmaq imtiyaz deyil, məsuliyyətdir. Daha da artdı sənin məsuliyyətin. Daha çox dəqiq olmalısan. İmamın yanında olmaq daha çox dəqiq olmalısan. Bir nəfər vardı, özünə Əhl-i Beytə nisbət verdi İmam Sadiq əleyhissalam vaxtında. Sevirdi, müəyyən qədər qəlbində Əhl-i Beytə məhəbbət vardı. Bir dəfə şərab içdi. Şərab içdi. Yolla çıxanda İmam Sadiq çıxdı bunun qabağına. Allah insanın özü qorusun. İmam çıxdı qabağına, bu şərab içən yerdə. Sən gələk, həqiqətən diqqətli olsun. Həqiqətən. Gördü imamı utandı. Utananda imam ona ahəstə dedi. Gör nə dedi ona? Dedi, İnnəl həsən min kullə əhədin həsən. Gözəl işi kim görsə gözəldir. İnnəhu minkə əhsən li məkanikə iləynə minna. Gözəl işi kim görsə gözəldir. Amma sən eləsən daha çox gözəl görsənər. Çünki sən bizə aidsən. Ondan sonra bir kəlmə dedi. İnnəl qəbih min kullə əhəd qəbih. Pisi kim eləsə pisdir. Amma sən eləsən daha çox pisdir. Çünki sən bizə nisbətsən. Sən eləmə. Kim pis eləsə pisdir. Amma sən eləsən çox pisdir. Bunu İmam Zaman bizə deyir. Həzrət İmam Zaman elə bizə deyir. Pis elə pisdir, amma sən eləsən çox pisdir. Bəli. Ağıl bir həddə qədər kömək edir. Bir həddə qədər görür, kömək edir. Amma kifayət eləmir. Vəhyə dinə ehtiyac var. Peyğəmbərə ehtiyac var. O vəhiy olmasa mümkün deyil. Səmavi kitaba ehtiyac var. Rəbbin sözlərinə ehtiyac var. O din də gəlir 4 sahədə insanı əlindən tutur. 4 sahədə. Bunları inşallah qeyd eləyərsiniz. Birinci, insan öz yaradanı ilə olan münasibətinə istiqamət verir. Din gəlir insanla onu yaradan, Rəbbinə bağlı insana istiqamət verir. Din gəlir insana Allahı tanıtdırır. Allahı tanıtdırır. Bu ayələr bizə Allahı tanıtdırıb. Peyğəmbərin sözü, imamların sözü bizə Allahı tanıtdırıb. Nəhnu əqrabu ileyhi min həblil vərid. Mən sənə şax damarından yaxınam, Allahı tanıtdırır. İnsan bu mövzunu açar. Tövhid mövzusu Quranda. Gör Allah özünüzü tanıtdırır bizə.
Gəlir Allah bizə, vəhiy bizə özünü tanıtdırır, Allahı tanıtdırır. İkinci sahə. İkinci insanın özünü özünə tanıtdırır. Sən kimsən? Sən kimsən? İnsan özü ilə bağlı münasibətini təmin edir. İnsanı insana tanıtdırır. Deyir, insan sənin sərmayələrin var, fitrətin var, sənin dərin ehtiyacların var, ruhun var. Ziyan eləmə, belə yaşama, belə etsin, belə olar. İnsanı insana tanıtdırır. Gedin, insanşünaslıq Quranda bu mövzular açın. Vəhiy gör nə qədər insanı insana tanıtdırır. Üçüncü mövzu insana varlıq aləmi ilə bağlı baxış verir, baxış bucağı verir. Xilqəti tanıtdırır, dünyanı tanıtdırır. Və insana başa salır ki, bəşər, dünyanı sənin üçün yaratmışam, amma səni dünya üçün yaratmamışam. Səxxərə ləkum. Mə fis-səmavati və mə fil-ardi. Bəşər, yerdə, göydə nə görürsən, hamısını sənin üçün yaratmışam. Hər şey. Hər şeyi sənin üçün yaratmışam. Bu dünya sənindir, ya sən dünyanın deyilsən. Özü satma ginən dünyanın maddiyyatına, özü satma ginən dünyanın puluna, varına, dövlətinə. Bəşər, hər şeyi sənin üçün yaratmışam. O səndə olan o heysiyyət var, şəxsiyyət var, onu ucuz satma ginən. Ucuz satır insan valla. Təəssüf. Satma. Quran gəlir deyir, dünya sənin üçün az deyə. Əraditun bil həyatı dünya. Dünya az deyə, çox az deyə sənin üçün. Bunun din başı salır, vəhiy başı salır. Vəhiy gəlir mənə başa salır ki, dünyada olan bu ev, bu maşın, bunlar hamısı dünyanın zinətidir. Ya sənin zinətin deyil ha. Sənə zinət verən başqa bir şeydir. Qurana baxın. İnna ca'alna ma alal arzi zinatan laha. Biz dünyada olanların hamısı dünyaya zinət qərar vermişik. O villalar ki tikilir, o sənin zinətin deyil ha. O bağ, villa, o sənin zinətin deyil. O dünyanın zinətidir. O dünyanı gözəlləşdirir. O hərdən təyyarə ilə qalxanda yerə baxsa nə qəşəng görsənir ha. O dünyanı zinətləndirir. O sənin zinətin deyil. Sənin zinətin nədir bəs? Deyir, sənin zinətin Allaha olan eşqindir. Zəyyənəha fi qulubikum. Allaha olan imandır sənə zinət verən. Allahsız zinətin yoxdur sənin. Rəbsiz, yaradansız, xaliqsiz sənin zinətin yoxdur ki. Sənin zinətin yoxdur. Sənin zinətin övliyalarla ünsiyyətindir. İmam Hüseynlə rabitəndir. İmam Zamanla sıx əlaqələrindir. Sənə zinət verən Hüseyndir. Necə ki, ərşi zinətləndirib. Hədisdə var ki, ərşdə yazılır Misbahül Huda, Səfinətun Nəca. Bəli, zinətdir Hüseyn. Xoş olsun o insan alın, İmam Hüseynlə ünsiyyət qura bilir. Dördüncü nədir? Dördüncü insanın insanlarla münasibətini tənzimləyir vəhiy, din. Özü 4 sahədə. Mal, namus, abır, can. Deyir, insanların malını yemə, namusuna göz qoyma, abırını tökmə, canına zərər vurma. Bunlar qısa. Vəhiy gəlib, xırdalığına qədər izah verir. Hədis, vəhiy, din. 4 dənə münasibəti tənzimləyir. La təbxəsun nası əşyahum. İnsanların malına, puluna zərər vermə, ziyan vermə. Nə qədər qaytarmalısansa az qaytarma, haqqını əda elə. Qul lil mu'mininə yəğuzzu min əbsarihim. İman əhlindən gözlərini yumsun, naməhrəmlərə baxmasın, cəmaatın namusuna baxmasın. La təsxər qavmun, heç kəsin abrını aparmasın. Mən qətələ nəfsən bi qeyri nəfs o fəsadın fil ərd və kəənnəmə qətələn nəfsə, qətələn nasə cəmi'a. Bir nəfəri öldürsən, bütün dünyadakı insanları öldürmüsən. Gör, insan üçün, Allah üçün bir insan nə qədər dəyərlidir. Bir insanı günahsız yer öldürsən, bütün dünyanın insanlarını öldürmüsən. Bütün dünyanın insanlarını öldürmüsən. İndi o insan ola İmam Hüseyin. Neynəmsən? Allahu Ekber. Kimi öldürürsən? Şimdi çok qılıncı almışdı, eline kesirdi İmam Hüseyin'i. Bəşəriyyətin başını kesirdi. İnsaniyyətin başını kesirdi. İnsanlıqla üzbözlüyə almışdı. İnsani dəyərlərlə üzbözlüyə almışdı. Bəli. Din gəlir insanlarla ünsiyyət, rabitə, necə yaşamaq, necə ünsiyyət qurmaq, evdə, çöldə, elə xırdalıqlara fikir verir. Allahu Ekber. Nə gözəl dinimiz var bizim. Üsulu kafidədir bu. Zəkəriyya adlı bir insandır. Zəkəriyya İbn İbrahim. Nəsranidir, xristiyandır. Deyirlər, İslamı qəbul elədi. Gəldi, deyir, getdi Kəbə evinə. Amma anası hələ xristiyan idi.
Getdi Kəbə evini ziyarət edəndə gəldi Mədinədə İmam Sadiqlə də görüşdü. İmam Sadiqə dedi ki, mən xristian idim, indi amma müsəlman olmuşam. Dedi, necə oldu müsəlman oldu? Dedi, bir dənə ayə tutdu məni. Bəzi vaxtlar bir dənə ayə insan hidayət edir. Bir dənə ayə. Dedi, hansı ayə? Dedi, ağacan, Quranda bir ayə var. Mə kuntə tədri məl kitab vələl iman vəlakin cəalnahu nuran nəhdi bihi mən nəşa. Bu ayə. Allah deyir, biz sənə öyrətdiyi imanlı olan şeydir Peyğəmbərə, kitab nə olan şeydir. Həqiqətən bu kitab bir nurdur, Quran bir nurdur. Nurdur. Onun vasitəsilə biz hidayət edirik, kim istəyirik onu. Bunu deyəndən sonra İmam buyurdu ona ki, Ləqəd hədakəllah, həqiqətən Allah sənə hidayət edib. Amma bunu deyəndən sonra 3 dəfə də bir də yenə həmən kəlməni təkrar edir. Allahümmə ihdihi, Allahümmə ihdihi. Allah bunu hidayət elə, xüsusi hidayətlər. Başqa hidayətdir bu. Başqa hidayətləri də buna nəsib edir. 3 dəfə dedi. Bunu deyəndən sonra dedi ki, həmən şəxs dedi, mənim anam Məsihidir. Necə davranım ondan? Yəni buyurdu ki, yaxşı davran, baxmayaraq Məsihidir. Gözəl davran. Haqqı var sənin boynunda. Neçə dənə tövsiyələr elədi. Bu ayrıldı, gəldi çatdı evə. Anasının gözü kör idi. Gözü kör idi. Gəldi çatdı evə. Başladı anası ilə çox qəşəng ünsiyyət, rabitə. Anası dedi, bala, niyə bu qədər dəyişilmirsən? Dedi, bir nəfər var idi, o mənə belə tövsiyələr elədi. Hələ demir kimdir, imamdır. Dedi, o Peyğəmbərdir məyər? Dedi, yox, Peyğəmbər dedi. Elə, bu sifarişlər elə bil qeyri-adi sözlərdir. Bu, elə belə insanın sözünə oxşamır. Dedi, o imamımızdır, 6-cı imamdır. Anası çox bəyəndi. Dedi, bala, mən də istəyirəm İslamı qəbul edeyim. Amma xəstə idi, axır günlər idi. Hətta axırıncı gün idi. Özünün xəbəri yox idi. Dedi, mən də istəyirəm, İslamı necə qəbul edirlər? Dedi, şəhadət verməlisən. Şəhadəti dedi. Əşhədü ən la ilahə illallah. Axıra qədər. Qəbul elədi. Qəbul elədi, Şamla xiflərini də deyir, başa saldım, qıldı. Şamın xiflərini qılıb qutaran kimi deyir, düşdü, deyir, hal get-gedə pisləşdi. Ondan sonra dedi, bala, dedi, hə, gəl, dedi, anamın üstünə. Dedi, gəl, dedi, bala, o bir yağ öyrətdin ha mənə gün ortaya, o şəhadəti. Bir dənə dinən deyim onları. Nəsib oldu demək. Son anda nəsib oldu. Şəhadəti bir də verdi. Verəndən sonra canını tapşırdı. Müsəlman kimi dünyasını dəyişdi. Bir gecəyə, bir günə bir insan hidayət oldu. İnsan hidayət oldu. Bu mümkündür. Bu mümkündür. Deyirsiniz ki, asas inşallah mən keçirəm İmam Hüseynə, zikri müsibətinə yaxınlaşıram. Mənim mövzumun adı nədir? Vəhyin mühüm vəsiyyəti. Vəhyin mühüm olduğunu mən sizə dedim. Amma mühüm vəsiyyəti nədir? Onu deyəcəm hələ. İnşallah gözləyin bu neçə günləri. Vəhiy amma çox mühümdür. Vəhiysiz insan səadəti qeyri-mümkündür. Bəşəriyyət xoşbəxt ola bilməz. Məhz Bəni Ümeyyə bu vəhiy ilə mübarizə aparırdı. İmam Hüseyn bəhanə idi. Vallahi bəhanə idi. Əbu Sufyanın da sözünü deyirəm sizə, Muaviyyənin də sözünü deyirəm sizə, Yezdin də sözünü sizə deyirəm. Əbu Sufyan 3-cü xəlifə olanda üzün tutdu ətrafındakı olanlara, dedi, bu xilafət top kimi ötürün bir-birinizə. Top kimi ötürün bir-birinizə. Fəvallah ma min cənnə və la nar. Nə cənnət var, nə cəhənnəm var. Boş söhbətdir. Əbu Sufyanın sözüdür. Cənnət belə gəldi, cəhənnəm belə gəldi. Peyğəmbər də boş-boş danışıb, onu dediyindir amma. Bu Sufyanın sözü. Muaviyyənin öz sözü var. Muğeyrət ibn Şöbə deyir. Deyir, gördüm, onun yanından çıxdım. Deyir, onu ilə danışdım. Deyir, daha qutardı da, istədiklərinə çatmısan. Dedi, Muğeyrə, bu azanda Peyğəmbərin adını eşidirsən. Dedi, hə. Dedi, onu dəfn eləyəməyənə qədər, o adı silməyənə qədər azandan rahat ola bilmərəm. Əli bəhanədir. Müşkül vəhid, nübüvvətdir. Yezdin də sözünü sizə deyirəm. Elə ki, İmam Hüseyni kəsib başını gətirdilər, Şamda qoydular bunun qabağına. Allah mənə bağışlasın, əlindəki çubuqla İmam Hüseynin başından vururdu. Vura-vura dişindən vururdu, elirdi. Deyirdi, düz vəhiy gəldi, vəhiy getdi. Boş-boş şeylər, nə vəhiy gəlib, nə Peyğəmbər gəlib. O, uşaqların yanında, xanımların yanında bu cinayət eləyirdi. Bəni Ümeyyə vəhiy ilə müharibə aparır. İmam Hüseyn o vəhyin şəhididir. Sinəsini qabağa verir. Ona görə İmam Hüseyn ağa belə bir şəxsiyyətdir. İllərdir ona biz əzal saxlayırıq. Sıradan bir insan deyil. Bəni Ümeyyə bəşəriyyətin xoşbəxtliyi ilə, səadəti ilə müharibə edirdi. Və İmam Hüseyn sinəsini qabağa verdi. Və bu günlərin qədrini bilin.
İnşallah. Bu günlərin qədrini bilin. Bu günlərim Allah dostları gözləyir. Bu günlərdə Həzrət İmam Zaman özü qəmlidir. Ona görə qəlblərimizə qəm çöküb. İnanın mən bu kəlmələrimə. Ağa çox qəmlidir bu günlərdə. Dərdlidir bu günlərdə. Ariflərin həyatına baxmışam, amma hamısı gedib İmam Hüseynin qapısında dizlərini atıb. Ayətullah Behçət işitmişsiniz ki? Behçət. 50 il, hər həftə bir gün, özü cümə günü, axşamlar İmam Hüseynə Roza məclisi qururmuş. Əvvəl evində qurdu, gördü evdə cəmaat çoxaldı, daha məscidə gedərmiş. 50 il, hər həftə İmam Hüseyn Roza məclisi qururmuş. Özü də xəstə ola gedərmiş də. Elə vaxtlar o xəstəyin lap çətin vəziyyətdə oğlunu göndərərmiş. Naib mənim əvəzimə deyərdi, sən də mənim əvəzimə məsələn iştirak eləyərsən. Həm öz əvəzimə, həm mənim əvəzimə iştirak elə. Niyabətən. Allahın atam da gələ bilmədi. Və ömrünün ən axır gündə də ki, can çətin günlərdə xəstələnmişdi, bir neçə gün qalmışdı. Cümə günü gəldi, yenə oturdu. 2 gün sonra Ayətullah Behçət dünyasını dəyişdi. Özü deyirdi ki, İmam Hüseynə tökülən göz yaşı gecə namazından üstündür. Da bu Arif deyir də, mən demirəm sizə. Yəni bir var gecə namazı qılmayan insanı, gecə namazını qılır da Ayətullah Behçət. Deyirdi, ona tökülən göz yaşı o gecədən üstündür ya gecə namazından üstündür, biləsiniz. Nə var o göz yaşında mən bilmirəm, amma bunu bir Arif-i billah deyir. Nəsədirsə o insana bir təlatüm yaradır da, vücudu dəyişir. 10 günlükdə özünüzü hiss edirsiniz, adam dəyişilir həqiqətən. Ona görə göz yaşlarınızın qədrini bilin. Göz yaşlarınızın qədrini bilin. Ayətullah Behçət deyirdi ki, mələkutla rabitədir. Elə ki, gözündən bir yaş düşdü, aləmi mələkutla, batini aləmdən əlaqəyə girirsən sanki. Ünsiyyət qurursan. Amma sizə bir dənə halət deyim, bu 10 günlükdə belə olarsınız inşallah. Yaxşı bir haldır bu hal. Bir alimin dili ilə deyirəm sizə. O rəhmətə gedib. O deyirdi ki, Ayətullah Müctəbanın atasıdır. Mən onun Müctəbanın çox kitablarını oxumuşam. Çox mükəmməl əxlaq ustadıdır. Onun atasından danışırlar. Deyirlər ki, bu şəxs Qədir gecələri gəldi Məşəddə qalardı. Gecələr evdə deyir, əhya saxlayardı. 23-cü gecə deyir, axırıncı gecəni səhərə yaxın başladı Allahla danışmağa. Dedi Allah, ya Rəbbəl aləmin. Ayətullah idi ya bu da. Gör necə danışır Allahla. Dedi Allah, hərəni bir şeyə görə bağışladın da. Birini namazına görə bağışladın, birini orucuna görə bağışlamısan, birini əhyasına görə bağışlamısan. Məni də qiyamət günü deyərsən, bu da heç nə, elə belə bağışladım. Mənim bir şeyim yoxdur. Mənə də deyərsən ki, hamını bir şeyə görə bağışladım. Sən də gəl də, sən də gəl keç. Ayətullah deyir. Allahla belə danışım bu gecə. Nə ilah verəm. Bir əməlim yoxdur, gətirim sən dərgahı. O bağışlayanlar ki, bağışlamısan. Bunu da deyirəm, öz payıma deyirəm. Mən özüm üçün deyirəm. Bu xətibi də ya Rəbbəl aləmində. Qiyamət günü deyərsən, sən də bağışladım. Gəl keç. Gəl keç. Allahla belə danış. Bu halətiniz, amma inşallah qapını döyürəm. İltiması dua, mənə də dua eləyin. Elə evlərinizdən üst tutaq. Siz bilirsiniz də mən həmişə birinci gecə hansı qapını döyürəm. Hamınızdan, sizlə birlikdə döyürəm. O Həzrəti Zəhra qapısıdır. Həzrəti Zəhra qapısıdır. Elə belə də döymürəm valla. Elə belə döymürəm. Oxumuşam bəzi şeylər. Bir ziyarətnaməsi var. Hamınızın adından oxuyuram. İnşallah Bəqidə oxuyarsınız. O Bəqi ki gəldi ya, qəlbimə düşdü ya. Gedib o Bəqidə oxuyasan bunu. Bir duaya bax. Ya mumtəhənə, ey imtihan olunmuş xanım. İmtihənəkillah əlləzi xaləqəki qəblə ən yaxluqəki. Allah səni imtihan elədi. Fəvəcədəki lima imtihənəki sabirə. Amma imtihandan uzaq çıxdın Zəhra. Çox böyük imtihan elədi Allah səni Zəhra. Amma Allah səni səbirli olanlardan gördü. Fə inna nəsəluki. Zəhra, səndən bir istəyimiz var. Sözə bax. Fə inna nəsəluki. Səndən bir istəyimiz var. Nədir? İn kunna səddəqnaki. Biz səni təsdiq eləyənlərdənik, səni qəbul eləyənlərdənik. Səndən istəyimiz var. Əlhiqtina bi təsdiqina ləhuma. Bizi Əliyə və Peyğəmbərə qovuşdur.
Həm imamətə qovuşdur, həm nübüvvətə qovuşdur. Allah, Fatimiyyə kim imiş? Zəhra bizi Hüseynivə qovuşdur. Zəhra bizi Rəsul-i Əkrəmə qovuşdur. Əlimizdən tut indi, apar bizi İmam-ı Zəmanıvın əlinə. Bizi İmam-ı Zəmanıva qovuşdur. Yəni Zəhra xanım belə bir xanımdır ya. Ona salam verir. Əssalamu aleyki ya bintə Rəsulillah. Ay Peyğəmbər qızı, salam olsun sənə. Bu ziyarətnamədir. Əssalamu aleyki ya bintə Nəbiyyillah. Ay Peyğəmbərin qızı, salam olsun sənə. Həbibillah, Cəlilillah, Həlilillah, Səfiyyillah, Əminillah, Xeyrə xəlqillah. Əssalamu aleyki ya seyyidətə nisa'il aləmin. Əssalamu aleyk ya Umməl Həsən vəl Hüseyn. Ay Hüseynin Həsən ana, salam olsun sənə. Seyyidə-i şəbab-ı əhlil cənnə, cənnət ağalarının anası, salam olsun sənə. Əssalamu aleyki əyyətühə siddiqə əş-şəhidə. Ay şəhidə xanım, ay siddiqə xanım, salam olsun sənə. Ya Allah. 3 yerdə deyirlər Əhl-i Beyt Peyğəmbərin adını çəkib. Çətin vaxtlardır. 3 yerdə deyirlər. Əhl-i Beyt çətin və düşdü, Peyğəmbəri çağırdı. Biri Həzrəti Zəhradır. Elə ki, qapısına od vurdular, qapını təpi ilə möhkəm vurdular, qaldı qapı ilə divar arasında. Yıxılan anda dedi, ya Rəsuləllah, ay Peyğəmbər, ay ata, əhəkəza yufəlu bi həbibətikə, qızva belə eləyərlər səni. Elə ki, yıxıldı yerə, dedi, ya Fizzə xuzuni, ay Fizzə, gəl tut mənim əlimdən. Zəhra yıxıldı yerə. Özü bir hansı vəziyyətdə də. Bətnindəki uşaq da o anda sikt oldu. Yıxıldı yerə. Bu 1. 2. Elə ki, Əli, Əmirül Müminin Həzrəti Zəhranı gəldi, qoydu cənazəni qəbrə. Düşdü cənazəni qoyandan sonra qəbrin içinə, deyir. Elə bir o yana baxdı, bir bu yana baxdı. Ondan sonra dedi, Əssalamu aleyki ya Rəsuləllah. Ay Peyğəmbər, salam olsun sənə. Ənni və əni bilətik. Həm məndən salam olsun, həm qızın Zəhradan sənə salam olsun. Bu 2. 3-cü də bilirsiniz kim deyib? 3-cü də Həzrəti Zeynəb deyib. Elə ki, İmam Hüseyn tənha qaldı. Tək tənha. Daş atan kim? Hacı Elşanın da belə bir şeiri var. Deyir, əlində nə var idi atdılar Hüseynə tərəf. Biri nizə atır, biri daş atır, biri ox atır. Hərən əlində nə var atır, nanəciblər. Elə ki, yıxıldı yerə İmam Hüseyn ağa, Şimr gəldi. Şimr elə ki, gəldi, Həzrəti Zeynəb baxdı, gördü bir şey eləyə bilmir. Əlini qoydu başının üstünə, dedi, ya Rəsulallah, iləykəl müştəkə. Ay Peyğəmbər, şikayətim sənədir ya. Hazə Hüseynun mürəmməlun biddima. Bu sənin balan Hüseyndir ya, qanına qəltan olub. Müqəttəul əza. Tikə-tikə eləyirlər ha Hüseynivi. Bu da 3-cü. Amma bunu da deyim, inşallah yekunlaşım. Elə ki, Həzrəti Zəhranın halı pisləşdi. Əsma çağırdı, Zəhra. Zəhra gördü, səs gəlmədi. Gəldi, baxdı, gördü, vəziyyət bir başqa cürdür. Elə o an Həsənlə Hüseyn gəldi. Tez qaçdı qapıya ki, Əsma, Fizzə ki, Həsənlə Hüseyn girməsin içəri. Anamız hanım? Əsma, anamız hanım? Dedi, anamız yatıb. Dedi, anamız bu vaxt yatmaz. Həsən gəldi, qucaqladı ananı. Hüseyn gəldi, üzünü qoydu Həzrəti Zəhranın ayaqlarının altına. Qəbbələ, öpdü ananın ayaqlarını. Ana, mənə niyə cavab vermirsən ki? Ana, niyə cavab vermirsən Hüseynə? Deyirlər, ikisi də çıxdı, getdi məscidə tərəf atasını çağırmağa. Gəldilər, ata, ya əba, atacan, qurban olaq sənə. Matət ummuna, anamız öldü. Xuşya Aliyyun, Əli qəşş elədi. Əla vəcihi, yıxıldı yerə, üzü üstə yıxıldı yerə. Elə ki, yerdən qalxdı, dedi, bir mən elə əza, təsəlli yerimiz bundan sonra kim olacaq? Zəhra, sən də getdin. Əli kimdən təsəlli tapar və gəldi evə. Gəldi, gördü Zəhra xanım daha həmən vəziyyətdə başladı çağırmağa. Ay Zəhra, cavab gəlmədi. Ondan sonra dedi, mənəm Əli ibn Əbi Talib, əmin oğludur ya. Dilə, onda gözlərini açdı xanım Zəhra. Gözlərini açdı, baxdı, başladı ağlamağa. Gördü, Əli də ağlayır. Bir məqtəldə yazılar, Əlinin gözünün yaşlarını silir. Ondan sonra dedi, Əli, sən şahidsən mən bu evə gələndən, nə sənə xəyanət elədim, nə sənə yalan danışdım. Amma bu Əli, bu son günlərdə biraz əziyyət vermişəm sənə də, məni yerdən qaldırardın, aparardın, Əli, halal elə mənə. Dilə xan,
Dilə Əmirül Möminin qayıtdı. Ay Zəhra, sən mənə halal elə. Ay Peyğəmbər əmanəti. Ay Peyğəmbərin əmanəti, sən mənə halal elə. Peyğəmbər sənə belə verməmişdi. Səni verəndə üzün belə göyərməmişdi. Esselamu aleyki ya Fatimətə Zəhra.